Adətən ikinci top meydana daxil olanda hakim fitlə oyunu saxlayır. 5-ci suala çatmışıq və İmran bəy burada 200 manat iyilik itirilməyə məbləğ qazanıla bilər. Sual da budur. Koroğlunun atlarının adı nə idi? A. Xallı və yallı. Harpiyə yarı qadındır. Onu sizə deyim. Yarı qadın, yarı quş. Kentavrın amma başı at başı deyil. Bədəni at bədənidir. Başı insan bədənidir. Belədir. At sözü orada var idi. Ona görə Yehidna'da dediyimiz mifologiyada yarı ilan, yarı qadın birisidir. Sfinks isə bu sualın cavabı idi. Gələn hansıdır? öz xoşuma gələn deyim ki, zeytun yağıdır. Baxmayaraq ki, bayağı dediniz ki, Fransada zeytun ağacları o qədər çox deyil. Bəli. Amma Provansda zeytun ağacları əkirlər. Ola bilər. Mən çünki Marsel yaxınlığında təşəkkür edirəm. Fatihdir danışan milyonların şousundan. Salamlayıram sizi Fatih müəllim, bütün Mahiyyə rəhbərini, iştirakçıları, İmran müəllimi. Təşəkkür edirəm. Deməli, xəbəriniz var ki, o bizimlə oynayır. Bəli, xəbərim var. Sizi təbrik edirəm. Kifayət qədər yaxşı oynayır. Sizcə neçə suala cavab verib? İmran müəllim hər tərəfli biliyə malik bir insandır. Həm də lirikdə, şairlikdə, ilklərə imza atan bir insandır. Yəqin ki, sualların əksəriyyətinə cavab verir. Bəli, çoxu gedib azı qalıb. Sizə 12-ci sualda kömək naminə zəng vurmuşuq. Təşəkkür edirik. Və 30 saniyə kömək üçün vaxt var. Həmin vaxtda elə indi başlayır. Buyurun. Qədir, mən risk eləmirəm bu səfər. Bilmədiyim sualın cavabını, yəni Amma bu oyunda çox risk etdiniz. risk etdim də bəsdir. Daha sonraki cavab düz olmasa gəlib düşürəm 1500-ə. Bəs birdən risk etdiniz və düz çıxdı. Yaxşısı budur, risk eləmirəm. Oynamaq istəyirəm sizinlə. Uduzmağınızı da istəmirəm. Elədir, mən də sizinlə çox yaxşı vaxt keçirtdim. Mənə çox belə, necələr, gözəl təsir bağışladınız. Erudit insansınız. Estağfurullah. Azərbaycanın necə deyirlər, ən görkəmli şəxsiyyətlərindən birisiniz. Mən sizə böyük hörmətim var. Çox sağ olun, amma bu oyun sizin oyununuzdur. Başa düşürəm. Siz, yəni sizin insanlığınız, sizin yəni ziyalılığınız hər şeyə dəyər. Estağfurullah, çox sağ olun, xoş sözlərə görə. Amma mən daha çox Azərbaycanın maraqlı insanlarını kəşf etmək üçün bu verilişi sevirəm və sözün açığı sizi də tanımaq çox xoş oldu. Çox sağ olun. Açığı deyim, regionlarımızda belə işıqlı insanların, ziyalıların olması ölkəmizin ümumi inkişafına böyük bir töhfədir. Çox sağ olun ki, varsınız. Çox sağ olun. Amma gəlin oynayaq da. Sözün düzü, mən risk eləmək istəmirəm də. Hansı variantı seçmək istəyərdiniz? İstəyərdim zeytun yağını, elə orada qalmışdım, onu da seçərdim yəqin ki. Zeytun yağı. Fikrimi dəyişməzdim, yəni De Burber elə bil ki, onu göstərir. İntuisiyam mənə onu deyir. Yunanistan. Bəli. Nə əlaqə? Niyə bir fransız gəlib İspan və Yunan üçün bunu icad etsin? Son qərarım çıxıram. Yəni cavab vermirəm. Oyun dayanır. Bəli, oyun dayanır. Tamam, oyun dayandı. Və bu 5000 manat sizin. Bu pulu sizə Azər Lotereya ödəyəcək. Çox sağ olun. De Burber vasitəsilə nəyi təmizləyirlər? Cavabınız Zeytun yağı. B. B variantı. Doğru cavab sizi çox təəccübləndirəcək. Amma həm də xoşbəxt edəcək. Doğru cavab C-dir.
şeydi, üzüm Bəli. fırası. Bu bir torlu barabandır. Fırlandıqca qabığı və tumları təmizləyir deyə üzüm şirəsi beləcə daha duru olur. Nə yaxşı ki siz Bəli. oyunu dayandırdınız. İbrahim müəllim, Azərbaycan sizə 5000 manat pul ödəyəcək və bu çox tez baş verəcək. Çok sağ olun. Teşekkür ederim. Oyundan hansı təəssüratla ayrılırsınız? Çox gözəl təəssüratla. Çox təşəkkür edirəm həm tamaşaçılara, həm sizə, həm bu verilişdə zəhmət çəkənlərin hamısına təşəkkür edirəm. Çox sağ olun.